En yüksek kabarma dalgaları harada müşahidə edilir? En yüksek kabarma dalgası Atlantik Okeanında Fandi Körfəzində müşahidə edilmişdir. Doğru cevap D variantı. Okean suyunun duzluluğunu artırır. Yağıntılar okean suyunun duzluğunu azaldır, yəni şirin sulardır. Buzlaqların əriməsi həmçinin şirin sulardır. Soyuq cəryanlar buxarlanmanı azaltdığı üçün duzluluğu artırmır. Çay suları şirin sulardır. Buxarlanma isə duzluluğu artırır. Doğru cavab B variantı. Verilən iqlim diaqramının aid olduğu qurşaq üçün səciyyəvidir. İqlim diaqramına diqqət etsək, temperatur 10 dərəcə və yayda isə 30 dərəcənin üzərindədir. Yağıntı miqdarı isə il ərzində çox az düşür. Bu tropik iqlim qurşağının iqlim diaqramına uyğun gəlir. Havanın orta illik temperaturu 10 dərəcədən aşağıdır. Bu yanlışdır. Günəş zenitdə olmur. Yanlışdır. Tropik qurşaqda günəş zenitdə olur. Suqalıq temperatur amplitudu yüksəkdir. Bu doğrudur. Passat küləkləri tropiklərdə hakimdir. Doğrudur. Öz hava kütləsinə malik deyil. Bu keçid qurşaqlarına aid xüsusiyyətdir. Beləliklə 3-4 doğru cavab D variantı. Kiçik Qafqaz tektonik qalxmasının hansı silsiləsi ölkə sərhədində yerləşir? Murov dağ silsiləsi sərhəd boyunca yerləşmir. Qarabağ silsiləsi həmçinin yan silsilə Böyük Qafqaza aiddir. Çoban dağ Kür tektonik zonasına aiddir. Talış dağları Kiçik Qafqaz tektonik qalxmasında İran sərhədində yerləşən dağlardır. Doğru cavab Y variantı. Hansı suxurlar su keçirməyən suxurlara aiddir? Qum, çınqıl su keçirən, tuf, çay daşıdır. Həmçinin Pemza və qum da su keçirən suxurlardır. Gil və qranit isə su keçirməyən suxurlardır. Doğru cavab B variantı. Mərmər də su keçirməyən suxura aiddir. Sakit Okeanı Şimal Buzlu Okeanı ilə birləşdirən boğaz hansıdır? Sakit Okean və Şimal Buzlu Okeanları birləşdirən boğaz Bering boğazıdır. Doğru cavab B variantı. Drake boğazı Sakit və Atlantik Okeanları birləşdirir. Magellan boğazı da həmçinin. Davis boğazı Atlantik və Şimal Buzlu Okeanı birləşdirir. Malakka boğazı isə Sakit və Hind Okeanları birləşdirir. Bering boğazı Sakit və Şimal Buzlu Okeanı birləşdirir və yaxud Bering və Çukot dənizlərini birləşdirir. Şimali Amerika materiki hansı saat qurşağında yerləşmir? Şimali Amerika materiki qərb yarımkürəsində yerləşdiyi üçün şərq yarımkürəsində yerləşən saat qurşağında yerləşməyəcək və verilənlər içərisində şərqdə yerləşən 5-ci saat qurşağıdır. Doğru cavab D variantı. Yerin Günəşə görə vəziyyətinə əsasən tarixi müəyyən edin. Təsvirdə şimal yarımkürəsi daha çox işıqlanması görülür. Bu və qütb dairəsində qütb gündüzü görünür. Bu 22 iyun tarixidir. Doğru cavab A variantı. Hansı məntəqələrdə soyuq iqlim tipi hakimdir? Birinci məntəqə mülayim isti iqlim tipi, yəni Lənkəran ovalığı və yaxud Talış dağları ətəkləri üçün. İkinci Naxçıvan ərazisi üçün yayı quraq keçən soyuq iqlim tipi hakimdir. 3 yarım səhra quru çöl iqlimidir. Dördüncü məntəqə Samur Dəvəçi ovalığı yarım səhra quru çöl iqlimi. 5 Qarabağ vulkanik yayılası ərazisi. Burada isə soyuq iqlim tipi hakimdir. 2-5 doğru cavab B variantı. Aşağıdakı xüsusiyyətlər hansı düzənlik üçün səciyyəvidir? Cavan platforma sahəsinə uyğun gəlir. Eol prosesləri, yəni küləyin fəaliyyəti üstünlük təşkil edir. Kontinental iqlim hakimdir. Anadolu yaylası geosignalda yerləşir. Efiopiya yaylası üçün kontinental iqlim və yaxud eol prosesləri üstünlük təşkil etmir. Həm də cavan platforma ərazisi deyil. Böyük Çin düzənliyi qədim platforma ərazisidir. Hindqanq ovalığı qədim Hindistan platforması ərazisinə aiddir. Doğru cavab B variantı Turan ovalığı. Rəqəmlərə əsasən dənizləri müəyyən edin. 1. Cənubi Çin dənizi. 2. Yava dənizi. 3. Hind okeanında Andaman dənizi.
4 ise adalar arası Sulawesi dənizi. Doğru cevap C variantı. İsti cəryanları seçin. Qanuna uyğun olaraq bilirik ki, isti cəryanlar ekvatordan qütblərə doğru, yəni aşağı enliklərdən yuxarı enliklərə doğru, soyuq cəryanlar isə əksinə yuxarı enliklərdən aşağı enliklərə doğru hərəkət edir. O zaman yuxarı enliklərə doğru hərəkət edən isti cəryanlar 8, 3, 7, bunlar isti cəryanlardır. 3, 7, 8, doğru cevap Y variantı. Yay mussonu üçün xarakterik xüsusiyyəti müəyyən edin. Sahil boyu ərazilərdə yaranan bu briz küləkləri üçün xarakterikdir. Qitədən okeana doğru əsir, isti və quru olur. Qitədən okeana doğru qış mussonları üçün xarakterikdir. Okeandan quruya doğru əsir və bol yağıntılı olur. Okeandan əsdiyi üçün doğru cavab C variantıdır. Yay mussonları okeandan quruya doğru əsir və bol yağıntılı olur. Azərbaycan üçün musson xarakterik deyil. Qış aylarında əsir, soyuq və quru olur. Bu da yanlışdır. Doğru cavab C variantı. İsti və rütubətli hava kütləsinin formalaşdığı səth örtüyü. İsti və rütubətli hava kütləsi ekvatoral enliklərdə və yaxud da ki, tropik dəniz hava kütləsi ola bilər. Tropik dəniz səthi üzərində ola bilər. Verilən məntəqələrə görə 2. Ekvatoral enliklərin quru və su səthi isti və rütubətli hava kütləsinin formalaşdığı səth örtüyüdür. Doğru cavab B variantıdır. 4. Mülayim enliklər üçün xarakterikdir. 5. Həmçinin mülayim enliklər üçün 3. Xarakterikdir. Tropik quru hava kütləsinin formalaşdığı, yəni isti və quru hava kütləsi 3 üzərindən formalaşır. Çünki quru səthi də Afrikanın şimalı və Ərəbistanı əhatə edir. Bir isə soyuq hava kütləsi, soyuq quru hava kütləsinin formalaşdığı ərazidə yerləşir. Doğru cavab B variantı. 2. səth örtüyü. Müvafiq olaraq materik, vulkanik və mərcan mənşəli adaları seçin. Materik mənşəli adalar adətən böyük adalardır mənşəcə. Vulkanik mənşəli adalar divergent və yaxud konvergent sərhəddə yerləşə biləcək adalardır. Məsəl üçün 1. İslandiya vulkanik mənşəli ən böyük ada kimi götürülür. Mərcan mənşəli adalar isə ən çox Sakit okeanda yerləşir, istilik sularda və ən böyük mərcan mənşəli ada Böyük Sədrifi adaları, yəni 4-dür. O zaman materik mənşəli ada 5, Madagaskar adası, 1. Vulkanik mənşəli İslandiya adası və 4. Böyük Sədrifi adası mərcan mənşəli ada. Doğru cavab D variantı. Dəniz səviyyəsində yerləşən A məntəqəsində havanın temperaturu 18 dərəcə Selsi, C məntəqəsində isə 16-12 dərəcə Selsidir. B və D məntəqələri arasında atmosfer təzyiqi fərqini tapın. B və D arasında atmosfer təzyiqi fərqini tapar. Bunun üçün öncə temperatur fərqini tapırıq. 18 çıxaq 16-12 bərabərdir 1,8 dərəcə. 1,8 dərəcənin dəyişməsi üçün neçə metr lazımdır? Bilirik ki, 0,6 dərəcənin dəyişməsi üçün 100 metr lazımdır. Yəni, hər 100 metrdə 0,6 dəyişir. 1,8 dərəcənin dəyişməsi üçün 300 metr lazım olacaq. Yəni, 3 dəfə çox. 300 metr. Demək, məntəqələr arasında A və C məntəqəsi arasında, A və C arasında 3 kəsmə var. 300-ü bölürük 3-ə, 100 metr. Kəsmə yüksəkliyi 100 metrdir. B və D arasında 1, 2, 3, 4 kəsmə var. O zaman 100 metri vururuq kəsmə sayına 400 metr. Deməli, B və D məntəqələri arasında 400 metr məsafə var və onu 10 metrə bölürük. Çünki hər 10 metrdə 1 mm civə sütunu dəyişir. O da edir 40 mm. Doğru cavab A variantı. Yayı quraq keçən və qışı quraq keçən mülayim iqlim tiplərinin yayıldığı ərazidə yerləşən müvafiq məntəqələr. Yayı quraq keçən iqlim tipi
burada altı üçün xarakterikdir Lənkəran ovalığı. Qışı quraq keçən mülayim isti iqlim Qanıq Əyriçay üçün xarakterikdir, yəni 3-cü məntəqə. Beləliklə, burada doğru cavab 6 və 3 olaraq götürürük C variantı. Digər məntəqələrə baxsaq, 2 soyuq iqlim tipi, 7 burada da qışı quraq keçən mülayim isti iqlim tipi xarakterikdir. Amma 6 və 7 cavabları olmadığı üçün 6 və 3 cavabını götürürük. 1 yarımsərə quru çöl, 5 və 4 də yarımsərə quru çöl iqlimidir. Doğru cavab C variantı. Düşərgədən çıxan turistlər 225 dərəcə azimutla, yəni cənub-qərbə, sonra 315 dərəcə azimutla, yəni şimal-qərbə doğru hərəkət etdilər və eyni məsafə qət etdilər hər iki istiqamət üzrə. Düşərgəyə ən qısa yolla hansı azimut və istiqamətlə qayıtmalıdırlar? O zaman düşərgəyə 90 dərəcə azimutla, yəni şərq istiqamətində qayıtmalıdırlar. Doğru cavab D variantı. Verilən coğrafi xüsusiyyətlər hansı materik üçün səciyyəvidir? 2 yarımkürədə və 2 işıqlama qurşağında yerləşir. 2 yarımkürədə yerləşən materiklər Şimali Amerika, Avstraliya materikləri 2 yarımkürədə yerləşirlər. 2 işıqlama qurşağında yerləşən Şimali Amerika həm tropik, həm də ki qütb dairəsi xətti keçdiyi üçün o zaman burada 3 işıqlama qurşağı olacaq. Tropik, mülayim və qütb işıqlama qurşağı olacaq. Demək ki, burada Avstraliya uyğun gəlir. Ərazi seismik cəhətdən sabitdir. Bəli, Avstraliya tava sərhədlərindən uzaq olduğu üçün sabitdir. Mərkəzi hissəsində isti və quru iqlim, tropik iqlim hakimdir. Sahilləri 2 okean, yəni Hind və Sakit okean suları ilə yuyulur. Doğru cavab Avstraliya materiki A variantı. Hansı alətlər Stevenson qutusunda, yəni metroloji budkada yerləşdirilmir? Termometr metroloji budkada yerləşdirilir. Çünki açıq havada olsa şüşə günəş istisindən şüşə qızmış olacaq və şüşənin temperaturu da üzərinə gəlmiş olacaq. Doğru olmayacaq. Higrometr rütubət ölçür. Bu rütubətli hava, kölgə şəraitində olan rütubətli havanın təsiri nəticəsində rütubətliyi ölçmüş olur. Amma yağış ölçən Stevenson qutusunda olmamalıdır. Kənarda olmalıdır ki, düşən yağıntı millimetrlərə görə ölçülə bilsin. Anemometr də küləyin sürəti gücünü ölçür ki, bu da bağlı yox, açıq havada olmalıdır. Beləliklə 3-4 D variantı. 4 ton Xəzər suyundan alınan duzun miqdarı ilə 3 ton Qara dənizin suyundan alınan duzun miqdarı arasındakı fərqi müəyyən edin. Xəzər dənizinin duzluluğu 13 promil verilib. 4 vuraq 13 bərabərdir 52 kiloqram. 3 ton Qara dəniz suyundan isə 3 vur 18 promildir, yəni 18 qramdır. O zaman 3 ton sudan 54 kiloqram duz alınacaq və bunlar arasındakı fərq isə 2 kiloqrama bərabər olacaq. Doğru cavab C variantı. Hansı fikir yanlışdır? Subekvatoral qurşaqda yağıntılar yay aylarında düşür. Bu doğrudur. Dənizlər yerləşməsinə görə kənar, daxili və adalar arası qruplara bölünür. Bu da doğrudur. Qviyana və Braziliya akkumulasiya düzənlikləridir. Bu yanlışdır. Çünki Qviyana və Braziliya yaylalardır. Yaylalar isə denudasiya düzənlikləridir. Doğru cavab C variantı olur. Daxili dənizləri seçin. Barents, Yapon kənar dənizləridir. Karib də kənar dənizdir. 2 Baltik dənizi, Qara və Aralıq dənizləri daxili dənizlərdir. 2, 3, 5. Doğru olan coğrafi ifadələri müəyyən edin. Yüksək təzyiq qurşaqlarında və sahələrində yağıntı az düşür. Doğru. Buxarın maye halına keçməsi sublimasiya adlanır. Yanlış.
kondensasiyadır. Passat küləkləri tropik enliklərdən ekvatoral enliklərə doğru əsir. Doğru. Musson küləklərinin hakim olduğu regionlarda yağıntılar qış aylarında düşür. Yanlış. Yay aylarında düşür. İsti dövrdə və çox hündürdə xırda buz kristallarından ibarət laylı buludlar yaranır. Yanlış. Çünki laylı buludlar daha çox soyuq dövrdə və az hündürlükdə kondensasiya nəticəsində maye halda olan su buxarından ibarətdir. Və xırda buz kristallarından ibarət olan çox yüksəkdə yaranan buludlar isə dərəkli buludlardır. Coğrafi enlik, hava kütlələri, səth örtüyü əsas iqlim yaradan amillərdir. Bu da doğrudur. Beləliklə 1, 3, 6. Temperaturu 20 dərəcə olan 1 kubmetr havada 8,5 qram rütubət olarsa, onun nisbi rütubətliyi neçə faiz olacaq? 20 dərəcə Selsidə 17 qram su buxarı tuta bilir. Bu o deməkdir ki, 17 qram 100%-ə bərabərdir. Nisbi rütubət olaraq doyma həddi 100%-ə bərabər olur. 8,5 qram rütubət varsa, bu nisbi rütubətliğini tapırıq. Bu neçə faizə bərabərdir? 8,5 17-nin yarısına bərabərdir. Bu da deməkdir ki, nisbi rütubətlik 50% təşkil edir. Doğru fikirləri seçin. Yağıntıların illik miqdarı Xəzər dənizi sahillərindən dağlara doğru tədricən artır. Doğrudur. Hündürlük artdıqca yağıntı miqdarı artır əsasən. Ən az yağıntı Abşeron yarımadasının cənub-qərb hissəsinə düşür. Bu da doğrudur. Kür-Araz ovalığından Kiçik Qafqaz dağlarına doğru yağıntı azalır. Kür-Araz ovalığından Qafqaz dağlara doğru yenə hündürlüyün artması nəticəsində yağıntı miqdarı artır. Talış dağlarından yüksəkliyə doğru yağıntıların miqdarı azalır. Talış dağlarında bəli, yüksəkliyə doğru yağıntı inversiyası baş verir. Yağıntı miqdarının azalması həm İrandan gələn hava kütləsi, həm də alçaq dağların rütubətin qarşısını kəsməsi ilə bağlıdır. Şərqdən gələn rütubətin havanın kəsməsi ilə orta dağlığa doğru, yəni yüksəkliyə doğru yağıntı miqdarı azalır. Naxçıvanın ərazi boyu düzənliyinə 1000 mm-dən çox yağıntı düşür. Yanlışdır. Ərazi boyu düzənliklər yarımsərə quru çöl iqliminə malikdir və 400 mm-dən az yağıntı düşmüş olur. Beləliklə doğru sıralar 1, 2, 4 olacaq. Uyğunluğu müəyyən edin. Dağları materiklər üzrə uyğunluğunu müəyyən edirik. Appalaç dağları Şimali Amerika materikində yerləşir. And dağları Cənubi Amerika materikində yerləşir. Ona görə burada heç birinə uyğun gəlmir. Alp dağları Avrasiyada yerləşir. Atlas dağları Afrikada yerləşir. Altay dağları da Avrasiyada yerləşir. Beləliklə 1-ə C-yə, 2-yə D, 3-ə A uyğun gəlir. Situasiya sualı. Okeanoqraflar gəmi ilə okean sahillərindən uzaqlaşaraq tədqiqat aparırlar. Onlar müəyyən bir nöqtədə cihaz vasitəsilə dərinliyi ölçürlər. Göndərilən səs siqnalı 4 saniyə sonra geri qayıdır. Həmin ərazidə suyun duzluluğunun 42 promil olduğu, səth temperaturunun isə yüksək olduğu müşahidə edilir. Cihazın göstəricisine əsasən okeanın həmin nöqtədə dərinliyi nə qədərdir? 4 saniyə əgər geri qayıdırsa, o zaman 2 saniyə getməsi deməkdir. 4 2-yə bölürük və səsin suda yayılma sürəti 1500 metrə bərabərdir. Bu da bərabərdir 3000 metr. Deməli, həmin yerdə dərinlik 3000 metrə bərabərdir. Dərinliyi ölçən cihaz isə echolot cihazıdır. Hər iki sual, yəni A və B doğru qeyd edilibsə 2 bal, bir sual doğru qeyd edilibsə 1 balla qiymətləndirilir. Digər hallarda isə 0 balla qiymətləndirilir. Duzluluğun 42 promil olduğu bu ərazi hansı dəniz ola bilər? 42 promil bilirik ki, ən duzlu dəniz olan Qırmızı dənizdə müşahidə olunur. Qırmızı dənizə aiddir. Bu dəniz hansı okeanın hissəsidir və coğrafi mövqeyinə görə hansı qrupa aiddir? Qırmızı dəniz Hind okeanının hissəsidir, tərkibidir və coğrafi mövqeyinə görə
daxili dənizdir. Beləliklə, həm dənizi, həm də aid olduğu hövzə və coğrafi mövqeyi doğru müəyyənləşibsə 2 bal, dəniz və onun coğrafi mövqeyi yalnız doğru müəyyən edilibsə 1 balla qiymətləndirilir. Digər hallarda isə 0 bal. Mətndə qeyd olunan ərazinin duzluluğunun dünya okeanının orta göstəricisindən yüksək olmasının əsas səbəbləri nə ola bilər? Qırmızı dəniz, ərazi qırmızı dəniz olduğunu qeyd elədik, bildik və qırmızı dənizdə duzluluğun yüksək olması bir neçə amildən asılıdır. Birinci, tropik qurşaqda yerləşməsi. Tropik qurşaqda yerləşdiyi üçün intensiv buxarlanma baş verir. İkinci, şirin su axınının olmaması, yəni dənizə çayın tökülməməsi. Okeanla su mübadiləsinin zəif olması. Yəni yalnız dayaz olan Bab-el-Məndab boğazı vasitəsilə əlaqələnmiş olur Hind okeanı ilə. Və səthinə çox az yağıntı düşməsi ilə bağlıdır. Çünki tropik kontinental iqlim tipi, tropik quru iqlim tipi və yaxud səhra iqlim tipində yerləşir. Səthinə çox az yağıntı düşməsi. Ən azı 2 səbəb doğru qeyd edilibsə 2 bal, 1 səbəb doğru qeyd olunubsa 1 balla qiymətləndirilir, digər hallarda isə 0 balla qiymətləndirilir.